Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaçan çökə-çökə ayrıldıq biz, gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrımsaç. Gelin. Siz hardan gelirsiniz ha? Bak bu oğrunun ortağını tutmağa gitmiştik. Oğru? Ana, o sizin pullarınızı oğurlayıb. O gün gördüğümüz ortağı vardı ha. Aslandı, ya bilmirəm kimdi. Bir sözlə, onunla qaçıb getməyi planlaşdırırdı. Yaxşı. Sonra? Oraya gittiğimizi eşidip kaçıp gitmişti. Ana, sizə əvvəldən demişdim. Demişdim ki, bunlara yaxşılıq yoxdur. Rəhm eləmədən bunları dərhal tutub polisə vermək lazım idi. Ana, bu nankorla əclaf ortağı damda gizlicə görüşüb buradan qaçmağı planlaşdırırdılar. Səma ilə buna görə bax bu pulları oğurlayıb. Amma təəssüf ki, biz ora gedəndə Aslanı tapa bilmədik. Yəqin ki, qaçmışdı. Ana, bu da pullar. Elə bil, səni uzun illərdir tanıyırdım. Sən çox xeyirxahsan. Xahiş eləyirəm, məni bu dünyada tənha qoyub getmə. İndi sən sözünü de qızım. Yox. Mən özünüzü necə hiss elədiyinizi soruşacaqdım. Nigaran qalmışdım. Vəssalam anacan. Yox qızım. Sən mənə nəsə demək istəyirsən. De. De qızım. Yeri gəlmişkən. Bura gələndə əlində nəsə var idi? Var idi. Pul var idi. Pul? Götürün, bu həmin gün Aslana verdiğiniz puldu. O da inatkarlıq eləyib pulu qoyub getdi. Dedi ki, anam ölüb. Artıq bu pul mənə lazım deyil. Elə mənim də bu pula ihtiyacım yoxdur ana. Kızım. Mən, yani biz səninlə razılaşmışdıq. Artıq sən məni atıb gedə bilməzsən. İstəyirsən özün üçün xərclə. İstəmirsən tulla getsin. Amma xahiş eləyirəm, razılaşmamızı pozma. Mən bu malikanədə səndən başqa heç kimə inanmıram. Xahiş eləyirəm qızım, mənlə qal.
Heç olmasa ölən günümə qədər. Ana, Qızım, sənə etibar eləyə bilərəm. yaxşı ana. Sizlə qalaram. Amma bu pulu götürün. Qızım, mənə bu pulla bağlı bir də başqa heç nə demə. Onu özün necə istəyirsən işlət. Bu pullardan mənim xəbərim var idi. Bu artıq səmanın puludur. Niyə mənə heç olmasa zəng eləyib xəbər verməmisiniz? Səsküy salmazdan əvvəl məni xəbərdar eləsəydiniz olmazdı? Səma qızım, sən niyə deməmisən? Nənəcan, mən onlara izah eləməyə çox çalışdım. Amma məni eşitmədilər. Bağışlayın. Yaxşı olar ki, hər kəs öz işini görsün. Axmaq! Ne oldu? Dərman? Yəni sən bu qədər axmaq adamsan, hə? Sen beni atıp gidenden sonra özümü bu dermanlarla sakitleştirirdim. Evvelce her şey çok yaxşıydı. Ama sonra hayatım alt üst oldu. Aslan ne olar? Senden xahiş eləyirəm. Beni bu beladan xilas elə. Axı sen beni sevirsən, düz demirəm. Bizim aramızda heç vaxt sevgi olmuyor. Sen sevməyə bilərsən. Amma mən səni sevirəm. Bəsdir, yığışdır bu sözlərini. Qulaq as, gör nə deyirəm. Ya bir həftəyə maşınını satırsan, ya atandan pul alırsan, ya da ehtiyat yığdığın puldan götürürsən. Bilmirəm, nə inirsən elə? Apar cəmaatın pulunu qaytar. Mənim problemlərim özümə bəsdir, bildin? Onlarla danış dedin, danışdım. Başa düşdün? Eğer beni atıp geçsen özümü öldüreceğim. Günahkar sen olacaksın. Sən müalicə olunmalısan, axmaq. Aslan gitme. Keç. Ana iteleme. Göresen o ifrite koca kaftar için şirinliği duası okutturmayayım. Mən hardan bilim, oxutturub ya oxutturmayıb. Mən də buna mat qalmışam. O səmaya bir başqa cür bağlanıb. Mənə bax anacığım. Göresen onun bizim gizlətdiyimiz sirdən xəbəri yoktu ki. Susay qız, ağzından yel aparsın. Belə olsa onda biz məhv olaraq axmaq. Başını işlət. Ana. Mənə bax. Samir sənə heç nə deməyib ki. Yok, heç nə deməyib ana. Elə bil ürəyimə nəsə damıb. Samir onu hamının yanında rüsva eləməli idi. Əslində o, Səmanı elə həmin dəqiqə rədd eləməliydi. Sən də ki mənə qulaq asmadın. Məni uşaq bildin. Nədir? Lakata, 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 lakata.
Bu nədir? Ana bu ki Səmanın boyunbağısıdır. Bərəkallah. Bərəkallah. Bax bu boyunbağını götürəcəksən. Kaftarın qarşısında taxıb gəzəcəksən. Çalış elə eləyəsən ki, kaftar bu boyunbağını boynunda tez-tez görsün. Soruşsa ki onu hardan almısan, onda ona deyərsən ki, bu boyunbağı mənə rəhmətli anamdan yadigar qalıb. Daha dayanıb, mal kimi baxma. Az da olsa gözlərindən yaş axsın. Gəlin bacımın dediyinə görə bu boyunbağı mənə rəhmətli anamdan yadigar qalıb. Bax belə, məni başa düşdün? Daha mal kimi danışma. Yaxşı. Mən sənə inanırdım. Sən məndən xəbərsiz iş görürsən? Ana, bunlara etibar yoxdur. Axı niyə bunlara inanırsan? Axı bunlar açıq aydın oğrudular. Samir, bəlkə DNT məsələsi haqda fikirləşəsən. Gəl vəziyyəti biraz dəyişək. Bu barədə sən nə düşünürsən? Bunu ağlınıza belə getirməyin. Ana, bu oğlan oğrudur. Sən niyə mənə inanmırsan? Samir, sən get öz işini gör. Çalış Banu ilə çox baş-başa vermə. Başa düşdün? Sən adi bir xidmətçisən. Ana, Sən adi xidmətçisən. necə? Xidmətçi? Nədir? Deməli sizin nəzərinizdə mən adi bir xidmətçiyəm. Eybi yox. Siz indi Samiri görərsiniz. Heç eybi yox, ana. Mənə bir fincan qəhvə hazırla. Dayan, getmə. Bu nə qəhvədir, hə? Niyə belə acıdır? Bilmirəm. Amma mən şəkər qatmışam. Bunu bilə-bilə eləyirsən? Hə? Bundan nə demək istəyirsən? İndi deyərəm. Səma, sən Səltənət anaya çox darxayn olma. Nə qədər ki mən varam, sən bu evdə gün görməyəcəksən. Mən sənin kim olduğunu bilirəm. Ansız da bir gün əsl siman üzə çıxacaq. Banu, sən məni belə atıb gedə bilməzsən. Axı sən bunu necə eləyə bilərsən, Banu? Bunu eləyə bilməzsən. Uf. Bircə elə bu çatmırdı. Banu, məndən asanlıqla canını qutara bilməzsən, bunu yaxşı bilirsən. Gəlin. Necəsiz, yaxşısınız nənəcan? Sözün düzü, bayaqki hərəkətimə görə peşman olmuşam. Ona görə yanınıza gəlmişəm. Hansı hərəkətinə görə? Səmadan tapdığımız pulu deyirəm. Bu evin bir üzvü olduğuma görə narahat olurdum, nənəcan. Bu qızıl boyunbağı sənindir? Hə,
Mənimdir. Bunu hardan almısan? Anamın dediyinə görə, yəni gəlin bacımın. O dedi ki, bu mənə anamdan yadigar qalıb. Hə, amma mən bunu xatırlamıram. Yaxşı. Bu heç vaxt ola bilməz. Gözəlim, necəsən? Tez ol sözünü de. Nə istəyirsən? Səncə nə istəyə bilərəm? Sənin üçün darıxmışam. O təpədə birlikdə keçirdiyimiz anları heç cür unuda bilmirəm. Yığışdır bu sözlərini. Yaxşı, telefonu söndürürəm. Gözlə gələm. Söndürmə də. Məni dəlillik eləməyə məcbur eləmə ya Banu. Yaxşı, onda tez ol, danış. Gəl bugün axşam görüşək. Şəhərdə o qədər gözəl yerlər var ki. Fərrux, bəsdir. Mən bu evdən icazəsiz öz başına çıxa bilmərəm. Biraz gözlə, sonra bir bəhanə tapıb görüşərik. Hə, yaxşı. Amma yadından çıxmasın. Biz toyla bağlı söhbət eləməliyik. Fərrux, yaxşı. Məni çağırırlar. Hələlik, sonra danışarıq. Yaxşı, oldu. Mən sənə zəng eləyəndə zəngimə cavab ver. Yaxşı. Ey, sənə nə oldu, hə? Tez ol, ayağa qalx. Hə, nə olsun ki maşının var. Qaza basmazdan əvvəl bir yola bax da, körsən. Bəs sən özün hara baxırdın, hə? Yol kimin idi? Mənim idi. Sən özün mənim qarşıma çıxdın. Ay qız, sən körsən. Nə deyə? Elə bilirsən məni borclu çıxarmaqla qorxudacaqsan? Telefonum anı 02-yə yığacaq. Yox, zəng eləmə. Zəng eləmə, yaxşı? Mən səni özüm xəstəxanaya apararam. Ay, Çox başım ağrıyırsa. yaman gicəllənir. Dayan. Səma, Ana, ay qız, mənə ana demə. Ulduz xanım de. Niyə belə narahatsan? Hə, pullarla nə edəcəyini düşünürsən? Bəlasan ha, yaman bəlasan. ana, Mənə ana demə. Ulduz xanım de. Ulduz xanım. Bu pul mənim deyil. Axı qarı dedi ki, Səmanın puludur. Yaxşı. Yaxşı, eybi yox demə. Mənə diqqətlə qulaq as. Bilirsən, atanla mənim bir nəfərə borcumuz var. Toya görə borc eləmişdik. O pulları mənə ver. Onsuz da onlar qarıya lazım deyil. Ulduz xanım, bu pulların öz yiyəsi var. Qarının nə dediyini eşitmədi? Axı o dedi ki, pulu Səmaya vermişəm. O, bəs inatkarlıq eləmə. Niyə tərs deyirsən? O pulları mənə ver. Borcu qaytarmalıyam. Saxlayıb nə edəcəksən? O pulları özündə saxlamaqla güya nəsə dəyişəcək? Mən bu pulu heç kimə verməyəcəm. Onun öz yiyəsi var. Gözləyirəm yiyəsi gəlib aparsın. Xahiş eləyirəm, bir də məndən pul istəməyin. Doğma anandan pul əsirgəyirsən, axı sən necə övladsan? Sən necə qızsan? Anam yox, Nə? Ulduz xanım. Birdən kimsə eşidər. Biraz yavaş danışın.
Səmaya 100% kimsə təzyiq göstərir. Axı bu kim ola bilər? Yaxşısı budur özünə zəng eləyib soruşam. Səma, necəsən, yaxşısan? Hə Aslan, sən necəsən? Necə olacam? Səni bütün günü gözləmişəm. Niyə dediyim yerə gəlmədin? Mən gələndə sən yox idin. Necə? Gəlmişdin? Nə vaxt? Dediyin vaxt gəlmişdim, amma sən orada yox idin. Hə. Elə alındı ki, vacib bir işə görə təcili getməli oldum. Elə yaxşı ki getmişdin. Bu nə deməkdir? Zarafat eləyirsən, aydın danış. Mən ciddi deyirəm. Danışmaq istəyərdim, amma uzun əhvalatdır. Aslan, qulaq as. İştirəm Səma. Məni bir müddət rahat burax. İmkan ver özümə gəlim. Səma, sən əməlli başlı şıltaq olmusan ha. Sağ ol Aslan, görüşənədək. Səma. Səma. Ey, hələ ölməmsən ki, sən nənəm. Ay ana. Anacan, axı niyə məni atıb getdin? Ey, bəsdir sayıqladın. Ah. Sən yaxşısan? Ay ana. Niyə məni atıb getdin? Alo, alo, atacan. Ha kızım. Ata, mən maşından adam vurmuşam. Necə? Ne vaxt? Harda? Adam ölmeyip ki ha? Yox, ölməyib. Hazırda buradadır, maşınımdadır. Ata, mən onu xəstəxanaya aparacağım. Atacan tez ol, nə olar gəl. Mən çox qorxuram. Yaxşı korkma. Ben indi gəlirəm. Onu hansı xəstəxanaya aparacaqsan? Yəqin ki, Elnur qardaşın yatdığı xəstəxana var ha. Bax, ora aparacağım. Yaxşı, mən də indi gəlirəm qızım. Xahiş edirəm, çalış tez gəl atacan. Yaxşı. Ey, hələ nəfəs alırsan, sən nənəm. Salamatlıqdır əzizim. Şəhrizadın xəstəxanada nə işi var? Maşınla adam vurub. Başa düşdün? Oy, başıma xeyir. İndi nə olacaq əzizim? Hələ ki ümid var. Adam ölməyib. Yaxşı, yaxşı. Bu evdə rahatlıq tapmaq mümkün deyil də. Görəsən bu evdə nə vaxtsa rahatlıq olacaq. Ay. Hamınız məni boğaza yığmısınız. Salam aleyküm ata. Bu da qanmazın biri də Nə gəldi. olacaq görəsən? Salam aleyküm ana. Əleyküm Necəsən, salam. yaxşısan? Nə olub yenə? Atam niyə belə əsəbidir? Özün kömək ol. O hər şeyə qışqırıb Görəsən bağırır. indi nə olacaq? İmkan vermir ki, evdə sakitlik olsun. Yenə biz günahkarıq? Axı nə olub, hə? Nə bilim, deyəsən Şəhrizad maşınla kimisə vurub. Ümid eləyirəm axırı xeyirlə qutarar. Əgər onu sürətlə sürüb vurubsa batdıq. Narahat olma ana. Uf. Müalicəsini eləyərik özünə gələr də. Deyirəm həyat necə də gözəldir, hə? İşlərin necədir? Niyə keyfin yoxdur, hə? Məyər sizin keyfiniz belə kökdür? Sən də elə gözlənilməz cavablar verirsən ki, keyfim necə kök ola bilər? Bəsdir görək. Onsuz da fikir eləyirəm. Niyə fikir eləyirsiniz? Qarnınız tox, əliniz isti, hər şeyiniz var. Mənə də görüm, saç nümunəsini DNT-yə vermisən? Xahişimi yerinə yetirdin? DNT-nin cavabı tezliklə çıxar. Aha. O ki qaldı xahişinizə, bunu bacarmayacağam. Doğrudan. Hə, Onda çox böyük səhvə yol vermiş olacaqsan. yaxşı. Güya kim səhv eləmir ki? Hə, mənim bir qaydam var. Həqiqət həmişə istəklərdən üstündür. Salamat qalın.
Hey, gözü kör olmuş igid. Həqiqət, hələ qanun da var. Ay! Mən bir çıxış yolu tapmalıyam. Onsuz da sənin qızın axır vaxtlar çox qudurbana. Doğma bacı qardaş olsaz da özünüzü ögey kimi aparırsınız. Yox, elə deyil ana. Bilirsən ki, Şəhrizadı mən də çox istəyirəm. Amma söz başa düşməyəndə əsəbləşirəm. Yaxşı, onsuz da atam ora getdi. Hər şeyi həll eləyəcək. Yaxşı, fikir eləmə. Onsuz da qanım qara idi. Onun vəziyyətini fikirləşirdim. Bir dəfə üzümüz gülən kimi arxasınca mütləq bir bəla gəlir. Sən nəyi nəzərdə tutursan? Hə, gərək mənə muştuluq verəsən. Nənən atanı bağışlayıb. Artıq barışıblar. Hə, bax buna şad xəbər demək olar. Artıq pul sarıdan problemimiz olmayacaq, hə? Ay Allah, hamınızın dərdi elə puldur. Ata! Kızım, buradasan. Atacan, mən bilmədən onu vurdum. Heç bilmədim o mənim yoluma necə çıxdı. Nə oldu, necə oldu, heç özüm də bilmirəm. Yaxşı, özünə əl al. Bu sözləri müstəntiqə deyərsən. Artıq hər şey arxada qaldı. Atacan, birdən ona nəsə olsa mən neyniyərəm? Bəsdir, özünə əl al. Ata, Sakit ona ol nəsə ola qızım. bilər. Yaxşı qızım, yaxşı. Hər şey yaxşı olacaq. Birdən ona nəsə Narahat olsa olma mən... qızım. Sənə dedim axı, hər şey yaxşı olacaq. Hə, həkim, vəziyyəti necədir? Xəstənin vəziyyəti elə də ağır deyil. Sadəcə biraz ayağı əsilib. Biraz müalicə eləsək sağalacaq. Bax, gördün qızım. Dedim axı, boş yerə qorxursan. Bəsdir, gəl indi biz gedək xəstənin yanına, dava dərmanını eləyib onu evinə aparaq. Düz demirəm, həkim. Atacan, o birdən-birə huşunu itirəndə mən çox qorxdum. Hə, həkim. Elnurun vəziyyəti necədir? Xeyli düzəlib. Təhlükə sovuşub. Hə, çox şükür. O oğlan hansı palatadır? Gəlin, otağını sizə göstərərəm. Gəl qızım, gəl. Anacan, sizə soyuq olar. Bunu çiyninizə atım. Çox sağ ol. Gel kızım, geç biraz otur. Yaxşı. Kızım, mənə düzünü de. Sen buradan gitmek istiyirdin? Ne oldu? Niye yere bakırsan? Bu ev senin hoşuna gelmir? Oy, Salam aleyküm Vəzirə xala. ay əleykümə salam. Gəl Aslan, nə oldu, getmədin? Gedə bilmədim. Evində yenə bir müddət qala bilərəm. Əlbəttə. Bəs sən niyə işə getməmsən? Nə bilim, ayaqlarım çox pis ağrıyır Aslan. Ona görə işə getməmişəm. Yaxşı ki, Səltənət ananın evində mənə əvəz eləyən var. Səltənət ananın səsi çıxmırsa, deməli Səma yaxşı işləyir. Xala, sən Səmanı nahaq o malikanəyə apardın. Niyə? Yoxsa nəsə baş verib? Yox, sadəcə dedim də. Mənə bax. Aslan, səbəbini bilmirəm, amma qanın qaradır. Sənə nə olub? Danış, bir söz de. Xala, anam gözümün qarşısından getmir. Yox, bu təkcə ananla bağlı deyil. Ürəyini sıxan nəsə var. Tez ol, ürəyini mənə aç. De görüm nə olub? Anamın vəsiyyəti haqda düşünürəm, xala. Atamla qardaşımı tapmalıyam, amma... Nə amma? Yaxşı, xala. Bu söhbəti davam eləməsə yaxşıdır. Yaxşı. Gəl, gəl içəri dincəl.
Gəl görün. Çox sağ ol. Sonra doyunca danışarıq. Bu evdə qalmaq istəmirsən. Amma bir gün gələcək, mənlə qaldığına görə şad olacaqsan. Anacan, mən iki od arasında qalmışam. Amma Aslan oğru deyil ana. O əslində çox yaxşı oğlandı. Başa düşdüm. Onu sevdiyini gözlərinə baxanda görmək olur. Amma səni xəbərdar eləyirəm. Bu sevgidən xeyir gəlməz. Gələcəyi yoxdur. Əgər sən həqiqətən də getmək fikrindəsənsə, Yox, yox. Anacan, mən heç yerə getməyəcəm. səndən bir söz soruşmaq istəyirəm. Bu Banu haqqında nə deyə bilərsən? Səncə o yaxşı qızdır? Hamı kimi bir qızdı da anacan. Sən ondan incimə. O hələ gəncdir. Amma niyəsə o qız heç ürəyimə yatmır. Elə bil ürəyində nəsə gizlədir. Bilmirəm. Oy. Oy, oy. Oy. Oh. Ha? Sən həmin oğlan deyilsən? Hə, indi bu nə deməkdir? Mən səni şəhərdə 2 dəfə görmüşəm. Anamın evində də görmüşəm. İndi də buradasan. Kənddə görüşdüyümüzü nəzərə alsam, bu artıq 3-cü görüşümüzdür, ha? Siz deyəsən məni kimdənsə səhv salırsınız. Hey! Söhbəti fırlatma uşaq. Anamın evində sənin nə işin var idi? Ata, sən onu tanıyırsan? Yox qızım, elə də yaxşı tanımıram. Sadəcə bir neçə dəfə rastlaşmışıq. Bu isə özünü axmaqlığa qoyur. Bəlkə mən onu maşınla vuranda zərbə başına çox pis təsir eləyib, hə? Ay, 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 ay. Of, ayağım dəhşət pis ağrıyır. Ay uşaq, bəs vay saldın. Deyirəm, anamın evində nə işin var idi? Tez ol, sualıma cavab ver. Bu dəqiqə polisə zəng vuracam ha. Ata, Siz məni kiməsə oxşadırsınız. Ondan mənə təzyiq göstərirsiniz? Hey, sən təzə fırıldaqçılardansan, ha? Ay. Qızım, belələrini biraz da möhkəm vurmaq lazımdır. hə ana. Sən necə demişdin, elə də elədim. Yaxşı, bəs Kəftar nə dedi? Dedi ki, boyunbağını hardan almısan? Sonra da ona yaxından baxdı. Yaşı bu kaftarda başımıza bəla olub ha. Ondan ehtiyatlı olmaq lazımdır. Sən çalış, qızını onun yanına heç vaxt tək göndərməyəsən. Bildin? Biraz da dindirsə, qorxuram sirrimizin üstünü açar. Ata, mən yaxşı bilirəm nə danışmaq lazımdır. Ay kişi, mən qızımıza hər şeyi başa salmışam. O mənim tapşırıqlarımdan başqa heç nə eləməz. Hə, lap yaxşı. Mən indi gəlirəm. Onun əhvalı bugün heç xoşuma gəlmir. Yeməyi də bir tikə yedi. Məncə o Səmanın əli dəydiyinə görə şirniyyatdan da yemədi. Mənə qulaq as. Məncə sən burada çox qalmasan yaxşıdır. Niyə qalmamalıyam, hə? Hey, bura xəstəxanadır. Böyük xalanın evi deyil. Qulaq as, mən indi aptekə gedib bütün dərmanlarını alıb gətirəcəm. Sən də evə gedib yaxşı-yaxşı müalicə alarsan. Məmnuniyyətlə gedərdim, amma bu soyuq, amansız şəhərdə getməyə yerim yoxdur. Yaxşı olar polislər gələnə qədər burada qalım. Bu yenə polis deyir. Ax olar sənin nəyinə lazımdır?
Sənin ayağına heç nə olmayıb. Düzünü deyim ki, xəstəxananın qoxusundan zəhləm gedir. Atacan, Hə qızım. deyirəm bəlkə onu, o köhnə evimiz var ha. Bəlkə aparıb ora qoyaq, hə? Qorxuram, o biraz da burada qalsa, polislər gəlib sorğu-suala tutarlar. Aha. Hə, düz deyirsən. Yaxşı, səni öz evimizə apararıq. Hər cür şəraitlə təmin eləyərik. 1-2 gün o evdə qalarsan, sonrasına da baxarıq. Hə, bax bu başqa məsələ. Amma nəzərinizə çatdırım ki, mənə 3 dəfə yemək verməlisiniz. Ey, sən təsadüfən fırıldaqçı deyilsən ki. Hə, bir məsələ də var. Yeri gəlmişkən, telefonumu da qızınız pis günə qoyub. Mənə təzə telefon alarsınız. Bu dəqiqə mənim həyatımda elə bircə sən çatmırdın. Uf, bu şəhərə çıxanda məni də bir maşın vurub öldürsəydi, onda ürəyin sakit olardı. Hey, atanın yanında mənim əsəblərimlə çox oynama ya. Əgər bu dəqiqə mən huşumu itirsəm, yolda ağladığın kimi ağlayacaqsan. Yaxşı, bağışla. Ey, kəs səsini. Yaxşı oldu. İkiniz də gəlin, aşağı düşün. Mən də Elnura baş çəkim. Yaxşı? Hey, sən bugünə kimi neçə adam vurmusan? Dur yerinə, düş qabağıma. Bəs də burada boş yerə hayküy saldı. Dur ayağa. Pultu mənə ver görüm. Yaxşısan Elnur. Sənin burada nə işin var? Qardaşımı görməyə gəlmişəm. Niyə təəccüblənirsən ata? Neyniyim? Təcrüblənməli iş görmüsən də. Boynuna ip salsaydım da səni bura gətirə bilməzdim. Sözün düzü ata, son zamanlar məni çox danlayırsan. Adam səhvlərini düşünüb nəticə çıxarır. Məni bağışla ata. Yaxşı, sən hələ gəncsən. Səhvlərini düzəldə bilərsən. Hə, yeri gəlmişkən, içəri keçəndə bir oğlan görəcəksən. Onu köhnə evimizə apararsan. Ata, hansı oğlan? İçəri keç, görəcəksən. Aha, yaxşı. Sən yaxşısan, oğlum. Bir xal mənim xeyrimə atacan. Sənlə münasibətimi bərpa elədim. Nənəm də səni bağışladı. Var dövləti əldə eləmək üçün bircə addım qalır. Mən bacardıqca atamın gözünə yaxşı görünməliyəm. Olar ki, biraz tez gələsən? Məyər sən artıq tam sağalmısan? Oy, mənə bax görüm, sənin yenə dilin uzandı? Yoxsa bura polis çağırın? Hə, yox. Mən əslən bir dəqiqə. Sən niyə məni təhdid eləyirsən? Özün başladın da? Mən Əgər mən başlasam, səndən əsər əlamət qalmayacaq. Mənlə gedəcəksən. Başa düşmədim. Sən kimsən, hə? Məndən niyə belə danışırsan? Əvvəlcə də görüm sən özün kimsən. Bu qız mənim bacımdır, bildin? bacısıyam. Elə bu dəqiqə mənlə gedəcəksən. Qardaş, bunu buradan sən aparacaqsan? Hə, sən evə get. Onu mən apararam. Amma yolda ehtiyatlı ol. Yenə kimisə vurub şikəst eləmə. Yaxşı. Sən gəlirsən ya yox? İstəsəm burada qalaram. İstəsəm lap səndən gedərəm. Əsəblərimlə oynama, bildin? Məncə səni ayağından yox, dilindən vurmaq lazım idi. Qızım, Bəli, kitab oxumaq sənə maraqlıdır? əlbəttə. Mən məktəb illərində yaxşı əsərləri oxumağı çox xoşlayırdım. Onda yəqin ki, sənin böyük kitabxanan var, hə? Şəxsi kitabxanam yoxdur. Kitabları telefonda oxuyuram. Aydındır. İndiki gənclər az qala telefonla yatıb dururlar.
zəng gəlir. Alo. Salam aleyküm ana. Ay aleyküm salam. Necəsən Səlim? Yaxşıyam, çox sağ ol. Elnur yaxşıdır? Ha ana, o artıq ayılıb. Elnur özünə gəlib. Hə, Allaha şükür. Balamızı bizə qaytardığın üçün sənə minnətdaram Allahım. Bu dəqiqə ona yemək verirəm ana. Bəs həkimlər nə deyirlər? Onu tezliklə buraxacaqlar? 1-2 günə buraxmalıdırlar. Hə, lap yaxşı. Mənə qulaq as. Verdiyin söz yadındadır? O sözü yadından çıxarma ha. Eşitdin? Əlbəttə ana. Qızım, Bəli ana. tez ol, gördüyün işləri bitir. Otaqlardan birini hazır elə. Evimizə qonaq gəlir. Oldu anacan. O yaxın qohumuyla anan haqqında nəsə danışırdı. Necə? Ürəyim az qala partlayacaq. Ay kişi, bu kaftar qarı bizi mirasdan məhrum eləmək istəyir. Səma. Axı neyniyim ki, səni bu malikanədən götürüb apara biləm? Bir həftədən sonra deyən kimi o dəqiqə onunla razılaşdın. Uşaqlar dedi ki, o kişi kimi söz verib. Gör bir evə necə girmisən. Birdən səni kimsə görsəydi nə olardı aslan? Görməyiblər, görməyəcəklər də. Mənim başımı xarab eləməyin. Tez öz otağınıza keçin. Axı Banu varis deyil. Siz niyə hamını aldadırsınız? Yəqin demək istəyirsən bu sözlərin nə mənası var? Amma bir gün sən əgər sağalsan, Serial Space televiziyasının sifarişi ilə birləşir. Gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.